Salam əziz izləyicilər. Qəbələ rayonunda Bəndam qəsəbəsində Duyma otelə gedən yolda asfalt yoldur. Yəni mərkəzi asfaltdan, mərkəzi ana yoldan bura 600-700 metrə olar. Yəni birbaşa da asfaltdır qapının ağzı kimi. Bu ərazidə bizim belə böyük bir həyətdə həm həyət hissə satılır. Gördüyünüz bu köhnə yarı tikili söküləcək. Burada 4 sot torpaq var. Yəni burada 4 sot torpaq da satılır. İstəyən insana, yəni istəyən şəxs burada həm torpaq, həm də yəni evi ala bilər. Gördüyünüz kimi yəni gördüyünüz bu yarı tikili ev buradan söküləcək. Yəni torpaq şəklində satıla bilər. Yəni bu evin hansı bu gördüyünüz daş qala var burada yarım tikili. Buradan bölünəcək. Yəni bu formada torpaq şəklində satılır tək. Yəni oradan qapı qoyulacaq o hissədən. Burada 4 sot şəklində satılır tək. Yəni istəyən şəxsə buranı bu ev qarışıqdır. Yəni opşi həyəti də ala bilər. Burada yəni çox gözəl bir bağ evi kimi. Yəni bax gördüyünüz bu formada. Yəni hamısını alan olsa, yəni hamısının bir yerdə çox möhtəşəm bir bağ evi olur bura. Evin içində tanış edeyim sizi. Evin giriş hissəsində belə gördüyünüz kimi açıq birbaşa bax birinci mərtəbəsi açıqdır, yəni studiya mətbəx kimi formasında. Həm zalı, həm mətbəx formasında gördüyünüz kimi. Birbaşa da gözəl həyət mənzərəsi var. Evin içərisində gördüyünüz bu əşyalar, yəni əşyalı qiyməti fərqlidir, əşyasız qiyməti fərqlidir bu evin. Birinci mərtəbəsində həm studiya mətbəx bu formada. Və bir dənə sancı var birinci mərtəbədə. İkinci mərtəbədə tanış edeyim sizi. Bir yataq otağı. Bu ikinci bir yataq otağı. Bu da üçüncü bir yataq otağı və ikinci mərtəbədə əlavə bir dənə də sanuzel var. Evdə opşi 3 yataq otağıdır, 2 sanuzeldir. Ev 2 mərtəbəlidir, yəni bir mərtəbə bir də mansarddan ibarətdir. Kimə maraqlıdırsa, səhifədə olan nömrə ilə əlaqə saxlasın. Ya məsəl üçün evin qabaq hissəsinə düşən torpağı və yaxud da ki addelini, yəni tək bu hissədə olan, bu köhnə tikildə olan, hansı ki bu artıq söküləcək və sökülür, yarımçıq qalıbdır. O torpaq hissəsində addelini ala bilər. Qəbələ rayonu Bəndam qəsəbəsində Duyma otelə gedən yolun üstündə birbaşa qapıya kimi də asfaltdır. Kimə maraqlıdırsa, səhifədə olan nömrə ilə əlaqə saxlasın. Lazım olan bütün əlavə məlumatları verək özünə. Sağ olun.